Mənə İrpin şəhərinin fəxri vətəndaşı vəsiqəsi təqdim edildi. Azad ərazilərə böyük qayıdış uğurla icra olunur. Bugün Şuşanın Kiçik Qala Dərəsi kəndinə 11 ailə 39 nəfər, Xocavənd rayonunun Quzey Xırman kəndinə 18 ailə 82 nəfər, Güney Xırman kəndinə isə 21 ailə 103 sakin köçülüb. İlk mərhələdə doğma yurda qayıdanlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib. Bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Atamın döyüşdüyü, vuruşduğu həmin torpaqlara fəxr hissi ilə qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin. Bugünkü gün doğrudan da bizim ən sevincli və ən belə deyək, xoş arzularla arzuladığımız doğma torpağımız Xocavəndə qayıdırıq. Güzey Xırman kəndinə. Gedirik bizə, yəni ki, Xocavənddən verirlər, Güney Xırmandan. İnşallah köçürük ora. Allah bu günü bizə qismət eləyib. Şükür bu günümüzə ki, yəni vətənimizə gedirik, elimizə, babamıza.